Eyni səngərdə döyüşən ata, oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı, 44 günlük müharibədən faktları sizə təqdim edəcəm. Oğlunun tabutu qabağında oynayan ana, can verəndə qızım üçün darıxıram deyən əskər, ərinin cənazəsini çiynində daşıyan qadın, oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana, döyüş meydana topçu əskərlərimizin, siyasi meydanda siyasətçilərimizin cəsarətli duruşu, bütün xarici təzyiqləri dəf edərək siyasi gücləri susturmağı bacaran ölkə başçısı, yırtıq ayaqqabısı ilə asan xidmətə gəlib, pensiyasını əskərlərə hədiyyə göndərən qoca baba, öz uşağın corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əskər, döyüş bölgəsinə könüllü yollanan həkimlərimiz, eyni səngərdə döyüşən ata, oğullar, üzü gözü qan içində kameraya gülümsəyən, yaşı kiçik, ürəyi böyük olan qəhrəmanlar, günlərlə yuxusuz qalıb, əskər övladları üçün yemək hazırlayan analar, cibinin son manatı ilə əskər qardaşlarına corab, əlcək, siqaret alıb yollayan, aparan oğullar, oğlunun birini dəfn edib, qaydanda o biri oğlunun nəşini qarşılayan ana, atasızlığı yenicə dadmış şəhidlərimizin körpə balalarının məğrur duruşu, bıçaqla, süngü ilə, qol gücü ilə azad olunan Şuşa, işlərə rəğmən canını hər dəqiqə təhlükəyə ataraq, haqq səsimizi dünyaya çatdıran media nümayəndələri və şəhid jurnalistlər və nəhayət dəmir yumruq kimi birləşmiş 50 milyon Azərbaycanlı və ona qardaş olan ölkələr.